oynağında ağrısı olanlar, dizində hərəkət məhdudiyyəti olanlar, yerimə çətinliyi olanlar, həkimə gedərkən, müalicə alarkən diqqətli olmaq lazımdır. Dəfələrlə gələn pasientlərdə gün ərzində ən azı 2-3 pasientimizdə diz ağrısı şikayəti ilə gəlir və 4-5 kurs başqa yerlərdə diz oynağının müalicəsini edib. Amma heç bir xeyir görməyən insanlar çoxdur. Bu insanlar bu müalicə üçün kifayət qədər böyük vəsait xərcləyirlər. Və müayinə zamanı məlum olur ki, bunların dizində olan ağrının səbəbi heç də diz oynağının artrozu deyil. Bəzən diz oynağının artrozu, deyək 55, 60, 70 yaşlı insanlarda diz oynağında artroz olması normaldır. Norma daxilində artrozun olmasına müalicə ehtiyac yoxdur. Amma bu xəstələrin şikayətinin əsası belində olan yırtıqdır, beldə olan grijadır. Belində yırtıq olan xəstənin diz oynağı ağrıya bilər. Dizin içəri tərəfində olan ağrı toçkası var. Bax, bu ağrı toçkasında olan ağrı sırf beldən qaynaqlanır və diz ağrısı ayağa yayılmır. Əgər pasiyentin diz ağrısı varsa, baldır nahiyəsinə, topuq nahiyəsinə və yaxud da bud nahiyəsinə ağrı vurursa, mütləq şəkildə beldən şübhələnmək lazımdır. Bel nahiyəsini MRT eləmək lazımdır ki, düzgün diaqnoz qoyub, düzgün də müalicə etmək lazımdır.